Oksigenin alınmasından dünənlər bir şeyi yadımdan çıxdı. Yəni videoda çəkməmişəm. Ona görə bu həmin hissəsini çəkirəm. Bir 5 dəqiqə, 3 dəqiqəlik. Deməli, oksigen alınma reaksiyalarını bildik ki, sənayedə havanın istiləsindəndir, fiziki hadisədir. Amma laboratoriyada neynədir? Suyun elektrolizindən, bu həm də sənaye suda sayılır. Suyun elektrolizi, civekoksin parçalanması, aharcı həngin parçalanması, kalium permanganatın parçalanması. Sonra nə yazıq? Sualtı qayğılarda və kosmik gəmilərdə oksigeni nə cür alırlar? Fotosintez nəticəsində oksigeni təbiətdə alırlar. Bir dənə reaksiyalar yazılmışım, onu da yazaq. Metalları, bax biz düzdür, karbon dərsində keçəcəyik bu şeyləri, azot dərsində keçəcəyik, amma buradan deyirik ki, yadda qalsın. Karbonatlardan demişdim ki, burası xatırlayaq, bunun oksigenlə bağlılığı yoxdur, yadınızda qalsın deyə soruşuruq. Karbonatlardan, CO2'lərdən hansı metalların karbonatı parçalanmır? Xeyr, natrium və kalium karbonatı parçalanmırdı. Natrium 2 COH və kalium 2 COH parçalanmır. Amma yerdə qalan bütün karbonatlar parçalanır. Kalsium COH parçalananda nə alınır? Kalsium oksi və CO2. Karbonatlardan yalnız natrium və kalium karbonatı parçalanmır. Amma hidrokarbonatın hamısı parçalanır. Karbon dərsində keçəcək bir də. İndi onu prosta yadımıza saldıq. İndi keçirik nitratların parçalanmasına. Bəs metalların nitratları parçalananda nə alır? Qayda, ancaq qayda. 3 dənə cümlə qaydasıdır. Aktiv metalların lityumdan başqa, lityum aktivdir ha, deyəcəyim şey lityum aid deyil. Aktiv metalların, məsələn, deyək ki, istəyirsən bir valentlidən yaz, istəyirsən 2 valentlidən yaz. Aktiv metalların nitratları parçalandıqda nitrit duzu və oksigen alınır. Nitrit duzu yəni natrium NO2 və oksigen. Burada da kalsium NO2, sadəcə kalsium 2 valentlidə axı 2 yazılır. Bəzən vaxt uşaq əzbərir, natrium NO2-dən nano2 alınır. Nano2 ilə əzbərləmişdir, bilir də ki, digər aktiv metal da olsa nitrit alınır da. Kalsium olsun, barium olsun, lityum olmasın da bir dənə. Digər aktiv metallar, nitratlar, bütün lityumdan başqa. Lityumdan başqa nə qalır? Natrium, kalium, rubidium, cesium, fransiyum, kalsium, strontium, barium. İstənilən aktiv metallar nitrata parçalananda nitrit duzu və oksigen alınır. İndi bir şey deyim, bu laboratoriyada alınmasıdır. Yalnız və yalnız Ag, civə və Hg, gümüşün nitratı parçalandıqda, bunlar nitratı parçalandıqda alınır metalın özü. Yəni burada civədir, burada gümüşdür. Burada gümüşdür, burada civədir. Üstə gəl qonur rəngi zəhərli qaz, üstə gəl oksigen. Bunda da qonur rəngi zəhərli qaz, üstə gəl oksigen. Amma yerdə qalan bütün metalların, yəni ki, lityum və digər yerdə qalan metal, istəyirik lityumun ki yazarıq, lityum NO3, istəyirik orta aktiv metaldan yazarıq. Məsələn, 2 valentisi, 3 valentisi fərqi yoxdur. İstəyirik pasiv metalın nitratını yazarıq. Digər metalların nitratları parçalandıqda metalın oksidi, lityum 1 valentlidə axı, bu 2, bu da 1. Üstə gəl qonur rəngi zəhərli qaz, üstə gəl oksigen. Bunda da həmin şey. Əgər dəmir 3 valentlidirsə, dəmirin 3 valentli oksigen, qonur rəngi zəhərli qaz və oksigen. Biz 2 valentli görürük, 2 valentli oksidi, NO2 və oksigen alınır. İndi baxın. Deməli nə? Deməli, nitrat karbonatı bildik ki, natrium və kalium karbonat parçalanmadı, yerdə qalan metalların karbonatı parçalandı, ayan. Amma nitratlara gələndə bütün nitratlar parçalanır. Bütün aktiv metalların lityumdan başqa nitratları parçalananda nitrit duzu və oksigen alınır. Yalnız Ag və Hg, gümüşün nitratı parçalananda metalın özü alınır, qonur rəngi zəhərli qaz NO2 və oksigen alınır. Yerdə qalan bütün metallar, aktivləri çıx, Ag Hg-ni çıx, yerdə qalan bütün metallar lityumda daxil olmaqla nitratı parçalananda metalın oksidi NO2 və oksigen alınır. Amma laboratoriyada oksigeni yalnız aktiv metalların nitratı parçalanarla alırlar. Bunların heç biri ilə laboratoriyada oksigen almırlar. Oksigen alınır, görək alınır. Amma laboratoriyada oksigen almırlar. Niyə görə? Birincisi NO2 qonur rəngli, zəhərli, qazlı, səmərəli üsul deyil bu. Ki NO2 oksigenlə, bura baxın, həmin dəqiqə birləşir, N2O5 əmələ gətirir. Axı, oksigen almaq istəyirdim, təzdən alınan maddələrdə bir-birinə reaksiya girdi. Oksigen ala bilmədim axı mən. Çatdı nədən? Yəni,
hansı metalların, nitratların parçalamaqla laboratoriyada oksigen alırlar? Yalnız aktiv metalların, nitratların, lityumdan başqa. Elcan. Yalnız aktivlərin nitratları parçalananda laboratoriyada oksigen alırlar. Digərlərindən də oksigen alınır, amma almırlar. Çünki NO2 oksigenlə birləşir, bu səmərəli su deyil. Aydın oldu nə dedi? Bu oksigendən qalma sitati idi.